Salam əleykum. Bugün düşmüş, yəni 15 martda düşmüş bu buraxılış loqaritma sualına baxaq. Bizim belə bir qaydamız var ki, tətbiq edəcək. Tutaq ki, loqaritma 2 asıdan x bərabər 3 yazırıq. Bu zaman 2 sağ tərəfə sürüşür və x bərabər 2 üstü 3 kimi yazırıq. Bu qaydanı burada da tətbiq edəcək. Demək ki, bu loqaritmanı sağa sürüşdürəcək. Aha, sürüşdürüb yazaq. Qaldı bizdə loqaritma 2 asıdan x-in kvadratı çıx 3 loqaritma 2 asıdan x plus 4 bərabərdir 2 üstü 3. Bir də nəzərdə olmalımız şey var. Bu loqaritmanın üstü x plus 4 deyil, sadəcə x-dir. Aha. Deməli biz loqaritma 2 əsasdan x-i t ilə əvəz edək. Bu zaman olur t kvadrat çıx 3t plus 4 bərabərdir 8. Olur t kvadrat çıx 3t çıx 4 bərabər 0. Buradan t1 bərabərdir 4, t2 bərabərdir -1. İndi burada tək-tək burada yerinə qoyaq. Birinci 4-ü yerinə qoyaq. Loqaritma 2 əsasdan x bərabərdir 4, x də bərabərdir 16. İkincidə də qoyaq ki, loqaritma 2 əsasdan x bərabərdir -1, burada x bərabərdir 2də 1 olur. Bunların hasillərini istəyir, 16 vurulsun 2də 1 də bizə 8